Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayeva vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, o 44 yaşında beyin qan sızması nəticəsində həyatını itirib. Kəmalə İsayeva bakalavr və magistr təhsilini Gəncə Dövlət Universitetində alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə Gəncə Dövlət Universitetinin baş müəllimi olaraq fəaliyyət göstərib. Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə ölüb. Lentazın məlumatına görə Zaqatalanın Yeni Suvagil kənd sakini 25 yaşlı Emin Zahiroğlu Tahirov çayda çimərkən boğularaq həyatını itirib. Mərhum doğulduğu kənddə dəfn edilib. Hava ilə bağlı yeni xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 16-sından 22-sinə qədər Azərbaycanın dağ-təyi və dağlıq rayonlarında qeyri-sabit fasilələrlə yağıntılar və şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və çox güclü olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı da var. Çaylarda suluğun artacağı, bəzi dağ çaylarından isə qısa müddətli sel keçəcəyi istisna olunmur.